yoxdur ki. Ölkədə vəziyyət necədir? Xeyr, ölkədə vəziyyət yaxşıdır, hər şey yolundadır. Dayan. Bizim bir Yerevan məsələmiz var idi. İndi Yerevanda vəziyyət necədir? Ermənilərin yaşayışı, şəraiti necədir? Ermənilərin yaşayışı çox yaxşıdır. Onların yaxşı və firavan yaşaması üçün əlinizdən gələn hər şeydir. Oradasa tanrıların 90% ermənilərin Bəs Türklər problem yaratmırlar? Xeyr, yaratmırlar. Birisi onların başını olanlar gətirdik. Sən vəzirə çalışan Türkləri şər atır, böhtan atır, onları oradan rədd deyib, yerine ermənilərin. Əla, hoşuma gəlirsən vardan. Bu Türklara aman vermək olmaz. Hədəfimiz bəllidir. Bunu siyasətlə yerinə yetirəcəyik. Elə eləməliyik ki, Ermənistan dövləti yaradaq. Gələcək nəsillərə miras qoyaq. Bu Türkların Qarabağda bir nişanəsi belə qalmamalıdır. Hamısını qovmaq lazımdır. Əslində, səhər gəlişində səhər bir başqaydı. Nə olur? Yəqin ki, eşitmişsiniz. Azərbaycan Komitəsinin birinci katibi Heydər Əliyev. Hə, pis xəbəri mən də eşitmişəm. Ermənilər çox tədirgin olublar, çox narahatdırlar. Heydər Əliyev çox uzaq görən, dostunu düşmənindən ayırmağı bacaran, çox güclü siyasətçi olmağı ilə yanaşı, həm də vətəninə, torpağına bağlı adamdır. Ehtiyatlı olmalıyıq. Bu dəfə daş dayıya rast gəlir. Gəl sən bir Bakıya zəng elə. Həm Heydər Əliyev bizi təbrik edir, həm də bir ağzını ayır. Bizim haqqda nə düşünür? Başlayalım. Salam yoldaş Əliyeviç, necəsiniz? Mən sizi təbrik edirəm. Çünki Azərbaycanın komitəsinin birinci katibi seçilmişsiniz. Salam, mən sizi zənginizi gözləyirdim. Mən yaxşıyam. Bəs sən də görün bizim ellər yerindəmi? Başa düşmədim yoldaş Əliyeviç. Niyə başa düşmədin? Sən ki hər şeyi çox yaxşı başa düşürsən. Hə, Türkləri deyirsiniz. Mehriban şəraitdə yaşayırlar. Heç bir şikayətləri yoxdur. Deyirəm, orada, İrəvanda bizim soydaşlarımız necədir? Onların yaşayışı, şəraiti necədir? Gözlərimiz daim üzərlərindədir, yoldaş Əliyeviç. Sən deyirsən, heç bir problemləri yoxdur. Vallahi, sizin dediklərinizi mən başa düşmürəm. Eşitmişəm Azərbaycanları incidirsiniz, işlə təmin etmirsiniz, vəzifələrdən uzaqlaşdırırsınız. Bir sözlə, onlara çox əziyyət verirsiniz. Yoldaş Əliyeviç, sizə nə deyiblər, nə eşitmişsiniz bilmirəm. Amma nə deyiblərsə, hamısı ağ yalandır. Bizlərdə belə bir misal var. Yerli gəldi, yerli qaç. Yəqin eşitmiş olarsan. Başa düşmədim. Yaxşı, bəs teatrın kollektivi necə? Eşitmişəm problemləri var. Təkcə bina məsələsindən başqa. Yəni, o boyda İrəvanda bir bina tapılmadım ki, verəsiz bizim teatra. Əgər imkanınız yoxdursa, gələk orada da bir bina tikək, verək onlara. Yox, yoldaş Əliyeviç, siz heç bu haqda narahat olmayın. Mən şəxsən özüm nəzarət edəcəm. Yoldaş Əliyeviç, etiraz etməzsəniz, mən sizi Yerevana dəvət edirəm. Gəlin, oturaq, danışaq. Həm də mən sizi Dilizana dəvət edirəm. Elə bu yayın zırhacırında dünyanın ən cənnət güşəsi elə oradır. Yenə səni gördüm, Dilizan dərəsi. Yadıma çox köhnə zamanlar gəlir. Səməd Vurğunun şeiridir. Sən mənə Azərbaycanı tanıdırsan, mənim vətənimin hər yeri, hər dərəsi, hər güşəsi gözəldir. Qarabağı, Şuşası, İrəvanı başqa aləmdir. Eşitmişəm ki, demisən, Qarabağ Ermənistanın ayrılmaz hissəsidir. Yox, yoldaş Əliyeviç, nə həddimə şöyle söz deyərəm. Bir balda sığınacağımız Ermənistan oldu. İndi gözünüz Qarabağdadır. Adam yediyi qaba tüpürməz. Bundan sonra gözüm üzərinizdədir. Yediyiniz çörəyə, yaşadığınız yerlərə, bir sözlə, hər gözə şükür edin. Hələlik sağ olun, dediklərimi unutmayın. Təbriklərin üçün də təşəkkür edirəm. Sağ olun yoldaş Əliyeviç. Olan məsələlərdən nəticə xəbər tutdu. Vay, işimiz çox çətinləşdi. Bir bura gəl görün vardan. Mən yoldaş Sislovu Yerevana dəvət etmişəm. Get qarşıla. Özü də hörmətlə qarşıla ya. Biz onlardan yapışmalıyıq. Başlayalım. Salam cənab Sislo, xoş gəlmisiniz. Ya ne oldu? Nasıl problem var?
Siz bilirsiniz ki, Qarabağda yaşayan ermənilər bizim ayrılmaz hissəmizdir. Necə ki, əti dırnaqdan ayırmaq olmaz, Qarabağda Ermənistandan ayırmaq olmaz. Qeyri-mümkündür. Ne olur Qarabağ ermənilərinə? Havaları satılır, yoxsa suları quruyur. Elədir, vəziyyətləri yaxşıdır. Amma xalq özünü öz torpağında yad kimi hiss edir. Heydər Əliyevin ikili siyasəti nəticəsində ermənilər özlərini öz torpaqlarında yad kimi hiss edir. Azərbaycan rəhbəri Heydər Əliyev hər yerdə Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir kimi göstərir. Bu da orada Qarabağda yaşayan erməniləri çox tədirgin edir, çox narahatdırlar. Onların hissiyatlarına toxunurdu. Ayamtos, ağlamayın da. Siz de ne istiyorsunuz verdik. Biraz səbr edin, siyasət yüzdür. Torpaq dediz verdik, ərazi dediz verdik, vəzifə dediz verdik. Biraz səbr edin, siyasət yüzdür. Biz də baxay görək, nedir? Neyse, mən getməliyəm. Çox sağ olun cənab Ustad. Amma çox xahiş edirik ki, biz unutmayın. Siz biz ermənilərə